Tikinti işləri apararkən də ehtiyatlı olun və gələcək evinizi qətiyyən nəzarətsiz buraxmayın. Yoxsa sizin olmadığınız müddətdə oğrular evə gələ bilər. Elə Abşeron polisi 2 belə şəxsi həbs edib. Heç nə peşmanam da, oğruluğun axırı yoxdur. Etdiyim əmələ peşman. Sonu dəmir barmaqlar olduğunu bildiyi halda oğurluğa gedən Elsəvər Məmmədov bu işə yaxın tanışı Sənan Şahiyevi də cəlb edib. Həmişəki qaydada görüşən tanışlar asan yolla pul qazanmaq haqqında söhbət ediblər. Çox var gəldən sonra çıxış yolunu oğurluqda görən dostlar Ceyranbatan qəsəbəsi ərazisindəki tikinti sahədən alçı oğurlamaq qərarına gəliblər. Sənanın Moskviç markalı minik maşını ilə həmin ünvana gələn gənclər obyektin qorunmamasından istifadə edərək oradan 22 kisəyə yaxın alçı götürüblər. Axşam oturmuşdu, pul yox idi. Kasıbçı əmr aşağı idi. Fikir ki, burada nə deyib? Dedi ki, burada mal var, palı çıxar, gedək sataq. Getdi, geri içəri qabaqdan. Yığdı daşı tökdü arxaya 17 dənə. Sənanla getdik, giriyorlar, şifaprofkalar götürdük, axşam demək Sıravarcan. Getdik, yüklədik maşını oradan apardıq, mağazini satdıq. 4 modeli gəpəm, so. Mağazinəsi bilmirdi, oğurluqdur, indi bilib ki, oğurluqdur. Faktla bağlı başlanan cinayət üçün istintaqı davam edir. İstintaqın gedişi zamanı gənclərin oxşar əməllərinin olub-olmamasına da aydınlıq gətiriləcək.